Məsələn, belə bir şey olur bizim həyatımızda. Bir nəfər deyir, mən bu işi heç vaxtı görmərəm. Kim gəlib desə görmərəm. Amma atam desə eləyərəm. Və yaxud filan kəs desə eləyərəm. Bu onu göstərir ki, insanın əmrə ehtiyacı var. Lazımdır ki, insana kimsə bir göstəriş versin. Yəni, o işin o qədər də bu üçün əhəmiyyəti yoxdur. Amma kimsə desə o iş olacaq əhəmiyyətdir. Bax, bunu demək istəyirdim ki, kimsə desə olacaq əhəmiyyətdir. Birinə deyəsən ki, dur filan işi gör, deyəcək yox, qoy qalıb. Amma ona deyəsən ki, bu əmrdir rəhbərlik tərəfindən, xüsusi tapşırıq gəlib buna, o adam o dəqiqə qalxacaq ayağa, canla başla onu görəcək. Çünki yuxarıdan gələn əmr, fərman və göstəriş əməli eləyir, dəyərli və əhəmiyyətdir. Bəziləri əmr və qadağalara görə dindən uzaq dururlar, dinə gəlmirlər. Bu mövzu haqqında biz dəfələrlə danışmışıq ki, görsən cavanlar məxsusən də gənclər dinə gəlməməklərinin səbəbi dində əmr və qadağaları görürlər, ona görə gəlmirlər. Çünki cavanın, gəncin, məxsusən də hər bir insanın, indi mən xüsusi olaraq cavanları, gəncləri misal çəkirəm, hər bir insanın istəyir yaşayışı bu cür olsun ki, ürəyim istəyəni eləyim. Nəsə eləyəcəyəmsə qoy könüllü eləyim. Nədənsə çəkinəcəyəmsə qoy könüllü çəkinim. Kimsə mənə haram eləməsin, kimsə mənə vacib eləməsin. Sanki insana kənardan kimsə nəyisə vacib eləyəndə, qadağa qoyanda o insana elə bir toxunur. Acığına gəlir insanın. Amma könüllü olanda, ağıllı surətdə, şuurlu şəkildə onu yerinə yetirəndə, insan onu özü üçün daha dəyərli və gözəl hesab eləyir. Amma bu cür olmamalıyıq. İnsan həyatı, biz həyatımızı adətən 3 hissiyə bölmüşük. 3 hissiyə. Bəzilərinin həyatı bu cürdür ki, onlar həyatlarını ürəklərinin istədiyi əsasında qururlar, yaşayırlar. Ürəkləri nə istəyir, onu eləyir. Day seçim məsləhətçisini eləyim, yox ha. Ürək, könül nə istəyirsə onu eləyir. Həyat ancaq bunun üstündə qurulub. Bəzi insanlar var, onlar həyatları üçün proqram tərtib eləyiblər. Bir nizam tərtib eləyiblər. Özləri üçün müəyyən elədiyi proqram əsasında yaşayırlar. Özlərini xüsusi bir rejimə salırlar və o proqramla yaşayırlar. Bəzilərinin də həyatı bu cürdür. Amma görək hansı həyat daha gözəldir və şirindir. İnsanın özü üçün təyin etdiyi proqram əsasında yaşadığı həyat, yoxsa ürəyinin istəklərinin əsasında yaşadığı həyat. Dinə müraciət edəndə görürük, heç biri insanın həyatını şirinləşdirmir. Əksinə, biraz da çətinliyə salır. Biz elə bilirik ki, asan və şirin həyat ürəyin istədiyi əsasda yaşamaq olan həyatıdır, amma elə deyil. Bir dənə insanın ehtiyacı var, kənardan olan ali göstərişlər, ülvi tapşırıqlar və əmrlər əsasında yaşamaq. Dinə müraciət eləyəndə din bu sualın cavabını bizə bu cür verir. Buyurur, istəyirsən ki, həyatın gözəl olsun, şirin olsun, qəşəng olsun, elə ki, ürək istəyənləri qoy kənara. Özün üçün proqram tərtib eləmisən, onu da qoy kənara. Ali göstərişlər əsasında qur həyatını. O cür yaşamağa çalış. Ali göstərişlər də həmin o ilahi əmrlərdir. İlahi əmrlərə baxış dəyişilməlidir. Cəmaatımızda baxış biraz səhvdir, onu sadəcə quru dini ayin kimi hesab eləyirlər. Ona görə də bəzən çətinliklərlə üzləşirlər. Oturub danışanda deyirlər, dini yaşamaq çətindir. Vallahi dini yaşamaqdan asan bir iş yoxdur. İstəyirik onun gözəlliyini çatdıraq, ha? Allahın əmr və qadağaları nəyi göstərir? Bax, buna bir dənə xüsusi diqqət eləyək. Allahın əmr və qadağaları nəyi göstərir? Bunu göstərir ki, Allah insana qarşı nə qədər diqqətlidir, nə qədər qayğılıdır.
Çox xahiş edirəm bu hissiyə çox böyük əhəmiyyət verək ki, Allahımızın bizə olan əmr və qadağaları onun bizə nə qədər diqqətli və qayğılı olmasının göstəricisidir. Nəinki başqa bir şey. Deyək ki, din bu qədər qadağa qoyur, din bu qədər şeyi haram eləyir və yaxud vacib eləyir. Mən göstərişlərlə oturub durmalıyam, qadağalarla oturub durmalıyam. Amma bilmirik ki, göstərişlərlə, qadağalarla oturub durmaq insan həyatını gözəl eləyir. Bu dəqiqə insanlara bunu təbliğ eləyirlər ki, insanlar ürəkləri istəyən kimi yaşasalar, həyatları gözəl olacaq. Amma reallıq göz qabağındadır. Heç bir insan ürəyi istəyən kimi yaşamaqdan ləzzət ala bilməyib. Və bütün insanlar bu günləri yaşamağın özündən şikayətlənirlər ki, elə bil heç nəyin dadı duzu qalmayıb. Hamı şikayətlənir yaşayışından. Nə üçün? Çünki həyat ürəyi istəyən kimi təlqin olunur insana. Və insana elə başa salınır ki, sən ürəyin istəyən kimi yaşayanda xoşbəxt olacaqsan. Amma görür, yox, bu həyat mənə xoşbəxtçiliyi aparmır. Gəlim özüm üçün proqram tərtib edeyim, safçülük edeyim özüm öz nəzərimdə, qoy o proqramla yaşayayım. Görür, yox, o da alınmadı. Üçüncü bir həyat var ki, əmr və qadağalarla yaşayış tərzi. Əmr və qadağalarla yaşayış tərzi İlk baxışda insana elə gəlir ki, sıxıcı bir həyatdır, amma yox. Onu biraz daha da dərindən düşünək. Düşünmək üçün bunu misal olaraq çəkirəm ki, Allahın əmr və qadağaları Allahın bizə xüsusi diqqətindən və qayğısından xəbər verir. Baxın, Allah sanki müdaxilə eləyir bizim həyatımıza. Müdaxilə eləyir. Allah əmr və qadağalarla nə demək istəyir? Müdaxilə eləmək istəyir insan həyatına. Özünü insan həyatına gətirmək istəyir. Allah özünü insanın həyatına gətirəndə insan həyatı şirinləşir. Ona görə bizə deyirlər ki, hər bir işi eləyəndə Allah adı ilə eləyin. Yəni Allahı qatın həyatınıza. Allahı nə qədər uzaqlaşdırsınız, çıxartsınız həyatınızdan, qalsınız öz başına, nəfslə baş-başa, ürək istədiklərlə baş-başa, həyat sıxıcı olacaq. Mən a'rada an zikri fələhu məişətən zənqa. Quran-ı Kərimin açıq-aşkar ayəsidir, buyurur. Hər kəs, Allah buyurur, mənim zikrimlə üz döndərsə, sıxıcı həyat onu gözləyir. Sıxıcı həyat Allahdan üz döndərməklədir, Allahın zikrindən üz döndərməklədir. Asan, şirin həyat nə iləndir? Allah zikri ilə yaşayanda. Allahın xatirəsi ilə yaşayanda. Allah gəlir, insanın həyatına müdaxilə eləyir. Kənardan ali bir şəxsin, insanın sevdiyi bir şəxsin müdaxiləsi olanda insanın həyatı gözəlləşir.